Biz PowerPoint proqramında diaqramı yaratdıqdan sonra onun üzərində müəyyən dəyişikliklər edə bilərik. Bunun üçün diaqramı seçdikdən sonra burada gördüyünüz kimi tip qrupundan diaqram tipini dəyişdir seçimini seçdikdə, hansı ki diaqramın tipini dəyişdirmək imkanı yaradır. Hal-hazırda məndə diaqram tipi xətti olduğuna görə mən onu əgər başqa bir tipə dəyişmək istəyirəmsə, sadəcə olaraq bu seçimlərdən birini seçməyim kifayətdir. Məsələn, sütun diaqram tipinə dəyişirəm və tipi seçdikdən sonra OK düyməsinə basdıqda gördüyünüz kimi mənim diaqram tipim dəyişmiş oldu. Bundan başqa siz verilənləri də redaktə edə bilərsiniz ki, əvvəlki dərsimizdə də qeyd etdiyim kimi, verilənlərin redaktə etmək seçimini seçdikdə Excel faylı açılır ki, hansı ki Excel proqramı vasitəsilə verilənlər üzərində müəyyən dəyişikliklər edə bilərsiniz. Məsələn, mən bura yeni bir tarix əlavə edəcəm, yeni bir məlumat daxil edirəm. Bu da iyun ayında mənə göstəriləcək məhsulun satış həcmidir. Və budur, artıq gördüyünüz kimi diaqramın özündə də iyun ayı məhsulun satış həcmi diaqrama əlavə edilmiş oldu. Bundan başqa siz diaqramda sətir və sütunun da yerini dəyişdirə bilərsiniz ki, o da gördüyünüz bu əmr vasitəsilə həyata keçirilir. Sətir və sütunun yerini dəyişdirdikdə görürsünüz ki, müxtəlif rənglər aylar olaraq qeyd edildi ki, hansı ki burada yerləşən şaquli diaqramlar mənə ayları göstərir və qiymətlərimiz də bizim müəyyən olunur ki, hansı aya hansı qiymət uyğun gəlir. Yəni, bayaq məhsulun satış həcmi bu hissədə, aylar isə bu hissədə durduğu təqdirdə, indi isə sətir və sütunun yerləri dəyişmiş oldu. Excel faylını bağlayaq. Bundan başqa, siz əgər diaqramın üslubunu dəyişmisinizsə, onda şablon kimi saxla əmrindən istifadə edə bilərsiniz ki, əgər başqa bir vaxt müəyyən diaqramlar üzərində işlədikdə bu cür şablondan istifadə edirsinizsə, onda bu əmri seçməyiniz kifayətdir. Bundan başqa gördüyünüz diaqram düzənləri seçimlər də vardır ki, digər seçimini seçdikdə bütün seçimlərə baxa bilərik. Və hər bir seçimdə gördüyünüz kimi müəyyən bir düzən verilmişdir ki, həmin düzənlərdən birini seçib diaqramda istifadə edə bilərik. Məsələn, mən düzən 7-ni seçməklə OK düyməsinə basdıqda gördüyünüz kimi diaqramın düzəni dəyişmiş oldu. Və yaxud da ki, bu seçimi seçsəm, görürsünüz ki, yenidən düzəni dəyişərək fərqli bir diaqram düzəninə çevrilmiş oldu. Digər seçimlər də mövcuddur ki, hansı ki özünüzə uyğun, istəyinizə uyğun müəyyən bir diaqram düzəni yarada bilərsiniz. Diaqram üslubları da əvvəlki dərsdə qeyd etdiyim kimi sizə müxtəlif diaqram üslubları seçməyə imkan yaradır ki, məsələn, mən bu üslubu seçməklə mausu kliklədikdə gördüyünüz kimi diaqramın üslubunu dəyişmiş oldum. Burada görürsünüz ki, format vərəqində müxtəlif fiqur üslubları da mövcuddur ki, hər bir fiqurun üzərinə gəldikcə həmin fiqurun üslubunun necə olacağını müəyyən edə bilərsiniz. Məsələn, mən fiqur üslubunu bu cür seçsəm, gördüyünüz kimi bu fiqurumun üslubu dəyişmiş oldu. Eyni zamanda digər fiqur üslublarını da istədiyinizə uyğun dəyişdirə bilərsiniz. Bundan başqa fiqur üçün müəyyən effektlər də mövcuddur ki, məsələn, bu effekti seçdikdə görürsünüz ki, bu seçdiyi fiqur üslubu üçün müəyyən parıltı effekti ilə əhatələnmiş oldu. Bundan başqa fiquru müxtəlif rənglərlə də doldura bilərsiniz. Məsələn, bu rəng seçimini seçdikdə görürsünüz ki, artıq fiqurun rəngi də dəyişmiş oldu. Format vərəqində WordArt üslubları və nizamlama qruplarında fiqurlara müəyyən dərəcədə döndərilməsi, düzləndirilməsi və ya hər hansı bir mətnin WordArt üslubunda göstərilməsi seçimləri mövcuddur ki, lazım olan təqdirdə bu seçimlərdən istifadə edə bilərsiniz. Bu dərsimizdə sizə diaqramlar üzərində müxtəlif dəyişikliklərin edilməsi üsullarını göstərdim.